Dekabrda dənizə girdik. Bəli, bəli, dekabrda. Necə oldu? Hər şey belə başladı. Dostlarla Ağşəhər bulvarından düz Bilgəhə doğru gedirik. Dostlar, nəhayət ki 50 kilometr yaxın məsafə sürə gəldik Bilgəhə dəniz kənarına. Hava günəşli olsa da, amma əslində çox soyuq idi və velosiped sürəndən sonra isti çay içərək qızılmağa başladıq. Dəliqanlı qrup bu. Çay içdik və yüngül qaçışdan sonra bədənimiz daha da qızaraq dənizə girdik. Dostlar, dekabrın 20'si 2025'inde. Velosiped sürdük, qaçdıq, dənizə girdik, indi işə getmək olar.